Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Çox qiymətli qardaşlar, Hacı Musa Topbaş Həzrətlərinin həyatından oxuyurduq. Tərtib, düzən və intizamı bəhsinə gəlmişik. Musa Əfəndi rahmetullahi aleyh tərtib, düzən və intizama çox əhəmiyyət verərdi. Dağınıqlığı heç sevməzdi. Həyatında nizam və intizam mələkə halına gəldiyindən, qabiliyyət halına gəldiyindən, özündə təlaş və acəlecilik, tələskənlik heç görülməz, daima təənni və vüqar ilə hərəkət edərdi. İlahi iradəyə tam təslim olmanın verdiyi könül huzuru içindeydi. Allahın verdiyinə təslim olma, tam o Allahın təqdirlədiyinə təslim olma olduğu üçün könül huzuru içində olmuş. O, sanki bir ölçü insanıydı. Yeməsində, içməsində, qiyafətində, ibadətində, infakında, söhbətində, sevgisində, buğuzunda, yəni nifrətində həmişə bir ölçü hakimdir. Təsəvvüfü tərif edərkən bəzən təsəvvüf vaxtı ən dəyərli olan şeyə sərf etməkdir buyururdu. Bu baxımdan saatı böyük bir nemət olaraq görür və bu nəsihəti edirdi. Kainatda canlı-cansız, kürələrdən zərrələrə qədər bütün məxluqatı təfəkkür etdiyimizdə hər şeyin müntəzəm bir şəkildə yaşadığını və seyr etdiyini müşahidə edirik. Bu səltənət-i ilahiyyə qarşısında əşrəf-i məxluqat olan insanoğlu dağınıq, saatsız, nizamsız olmayıb, hər işini vaxtında, saatında icra etməlidir. Yəni, gecə verdinin vaxtında eləməlisən ki, gündüz intizamlı gitsin işlərin. Namaz belə insanlara vaxtlarla fərz olunub da. Yəni, ürəyin istəyən vaxtı qıl deyil, vaxtla. Etidala riayəti. İstiqrarlı bir həyatın vazgeçilməz əsası ifrat və təfritə düşmədən etidal üzərə olmaqdır. Musa Əfəndi rahmetullahi aleyh bu xüsusda belə buyururdu. Etidalı olanlar eyni zamanda səbatkar olurlar. Kiçik bir şeydən dolayı buraxıb getməzlər. Seyr-i sülükdə də bu belədir. Etidallı hərəkət edənlər şübhəsiz həyatlarının sonuna qədər vəzifələrini ifadə edirlər. Bəziləri çox həyəcanlı olur, fəqət arxası gəlməz. Gecə qalxdım, bir gecə təheccüd namazını 12 rükət qıl. Bir gün, 2 gün, 3 gün sonra bezginlik gəldi, yorğunluq gəldi. O birisi günlər qılanmadı. Yox, elə olmayacaq. 2 olsun, 4 olsun, davamlı olsun. Az olub davamlı olmaq əsasdır. Bilərək edilən az ibadət qəflətdə edilən çoxdan xeyirlidir. Resul-i Əkrəm sallallahu aleyhi ve sellem Efendimiz çoxdan ziyadə daima ölçülü və etidallı hərəkətləri əmr etdikləri üçün ibadətdə də eyni düsturu təlim buyurmuşlardır. Bəzən çox ibadət edənə bu ibadət taqətsizlik verir də ikrah halına düşə bilir. Bu səfər əzmi, şövqü azalır, azı da edə bilməz halı gəlir. Təənni ilə edilən hər işdə xeyir gözlənir. Acələ edilən işlərin də çox zaman sonu gəlməz. Təənni ilə edilən hər işdə xeyir gözlənir, acələ ilə, tələsik ilə edilən işlərin də çox zaman sonu gəlməz. Allah-u Teala rəhmət-i ilahiyyəsi gərəyincə qullarına ağır mükəlləfiyyətlər yükləməmişdir. Yalnız qullarının acizliklərini idrak edərək, ədəb üzərə əngin bir könül qırıqlığı içində özünə ibadət və itaat etmələrini istəmişdir. Nəzakət və zərafəti. Uca Rəbbimiz Musa Əfəndi Həzrətlərinin fitrətinə, bədii zövqlərə və ülvi gözəlliklərə qarşı müstəsna bir əlaqə və məhəbbət meyli lütf etmişdir. Onun bu gözəl fitrəti İslam mədəniyyətinin Osmanlıda zirvələşən ədəb, görgü və nəzakət anlayışı ilə buluşunca, bir araya gəlincə bir qat daha zərifləşmişdir. Təsəvvüf iqliminin gətirdiyi gözəlliklər də
bunların tacı olmuşdu. Musa Efendi rahmetullahi aleyh Ustadı Sami Efendi Hazretlerini örnek göstererek belə buyururdular. Ustad Hazretleri herkese karşı bila istisna nezaketle, mütebessim yani tebessümlü bir çöhre ve şirin bir dil ile danışırlar. Qətiyyən muhataplarını yalnız isimleri ile çağırmazlar. İsmin ve soyadının sonuna bey, efendi yaxud da güzel bir ləqəb takarlardı. Təəssüf ki zamanımızda nezaket zümrüd-i anka haline geldi. Herkes birbirine karşı nezaketsizce danışır ve muamele edir. Bunun ismine de səmimiyyət deyirlər. Qabalıqla səmimiyyətin ne əlaqəsi var? Halbuki səmimiyyətdən nezaket doğar. Fitreten hoş, nazik olanlar müstesna, ancak bazı 60-70'ini aşmış İstanbul efendi ve hanımlarında bu nezaket kaidasına uyanlara rastlanabilirik. Halbuki xatirşinaslıq, nezaketli olmak İslamiyet'in ana rükünlerinden biridir. Yani bir de var adamın adını diyesen, bir de arkasına ustam flankes diyesen ben. Veyahut da flankes hocam. Yani ahırda da mimi əlavə edirsən, özümsüyürsən. Yani benim hocam yani. Bu daha kibar olur, daha güzel olur, daha nezaketli olur. Bir de odun kimi elə birbaşa adını demək. Yani arada bir gör ne kadar fark var. Riza ve təslimiyyəti. Allah dostlarının nəzərində Cenab-ı Hakk'ın təqdirinə riza və təslimiyyət göstərib, daima Hakka təvəkkül etmək çox mühimdir. Musa Efendi rahmetullahi aleyh bu xüsusda belə buyurur. Kul her varlığın yegane sahibinin Cenab-ı Hak olduğunu tam idrak ederse, insanların ne mövqeyde olurlarsa olsunlar, birer aciz zavallılar zümrəsi olduğunu ve ellerinde məhdud bir səlahiyyətdən başka bir qüvvətləri olmadığını anlar. En yakınlarına, hatta çoluk çocuğuna belə bel bağlamaz, malına ve məqamına güvenmez. Her şeyin Hak Celle ve Ala Hazretlerinin yardımı ile tecelli ettiğini bilir. Yaradanına karşı bilgisi, bağlılığı, sevgisi, təslimiyyət ve tevekkülü artar. Yaradılmışlardan hiçbir şey gözlemez hala gelir. Möhtərəm ustadımızın üzerinde en çok durduğu hususlardan biri de təslimiyyətdir. Allah ve Resulünün her emrine canı gönülden boyun eğer ve belə buyururdular. Bu yolda huzura qovuşmaq ancak təslimiyyətlə əldə edilir. Kimi övladından, kimi malından, kimi de daha farklı hususlardan iptilalara düşer. Müminin dünyada tam rahatlığı olmaz. Cenab-ı Hak daima məhzun ve könlü kırıkların yanındadır. Sadrı dar olanlar ise her şeyden huzursuz oldukları kimi etraflarına da darlıq verirler. Belə kişilerin nafile ibadetleri çok olsa da belə mənəviyyatdan çox nəsib ala bilməzlər. Təslimiyyət könüldəki kədəri və sıxıntını izale eder. Ruh sevdiği ile beraber olur. Kulun mənəviyyatdaki dərəcəsi təslimiyyəti ölçüsündədir. Təslimiyyət nöqsanlığından birçok verimsiz, üzücü hallar təcəlli eder. Her şeyde tərəddüdü, vəsvəsəsi artar. Möhtərəm ustadımız hemen her hususta ağıl ve bəsirətlə hərəkət eder ve üzerine düşen zahiri ve batini bütün tədbirləri layıqıyla yerinə getirmeye qeyrət gösterirdi. Ancak netice ortaya çıktıktan sonra da hali kabullenmeli ve hala rıza göstermeli buyurarak təslimiyyət gösterirdi.